Salam. Trigonometrik tənliklərə aid belə bir sualın izahına baxaq. Bərabərliyin sol tərəfi a kvadrat plus b kvadrat kimi düşünsək, onda bura bizə verəcək sinus kvadrat x üstəgəl kosinus kvadrat x-in kvadratı çıxılsın 2ab. Yəni 2 dənə bunların hasili 2 sinus kvadrat x kosinus kvadrat x bərabərdir. Sağ tərəfi olduğu kimi saxlayırıq. 2 sinus x kosinus x. Mötərizənin içərisi bizə 1 verir. 1-in kvadratı yenə 1-dir. Çıxılsın 2 vurulsun. Biz burada sinus kosinus görürük. Sinus 2x'in düsturuna əsasən biz bilirik ki sinus 2x 2 sinus x kosinus x-dir. Onda sinus kosinusu qoşa görəndə biz nə edirik? Yazırıq sinus 2x'in yarısı. Və bunun ümumi kvadratı. Bərabərdir 2-də 7. Eyni ilə burada da sinus kosinus var. Bu da bizə verir sinus 2x'in yarısı. Sadələşdirsək alınacaq 1 çıxılsın 2 vurulsun 4də 1 sinus kvadrat 2x bərabərdir 4də 7 sinus 2x. Biz burada bir sinus 2x bərabərdir t əvəzləməsini nəzərə alsaq, ixtisarlardan sonra yekunda belə bir sadə tənlik alınacaq. Olacaq 2t'nin kvadratı üstəgəl 7t çıxılsın 4. Yəni tənliyin hər tərəfini 4-ə vurub, hamısını sol tərəfə yıxsaq, yekunda belə bir tənlik almış olarıq. Bərabərdir 0-a. Bu bizim üçün kvadrat tənliyi alındı. Deməli gördük. Kvadrat tənliyidir bizim üçün. Bu tənliyin köklərini tapa bilərsiniz. Tapa bilərik. Bunun bir kökü 1-ə, daha doğrusu 2-də 1-ə, o biri kökü isə mənfi 4-ə bərabər olacaq. Onda nə alındı? Biz bir dəfə sinus 2x bərabərdir 2-də 1, bir dəfə də sinus 2x bərabərdir mənfi 4 əvəzləməsini nəzərə almalıyıq. Çünki cavablarımız 2-də 1 və mənfi 4 deyil. Biz t əvəzləməsi aparmışdıq. Onda biz bərabərliyin sağ tərəfindən bilirik ki, sinus mənfi 4-ə bərabər ola bilməz. Çünki onun qiymətlər çoxluğu mənfi 1 parçasıdır. Sol tərəfdəki bərabərliyi həll etməyin qaydası da belə idi. 2x bərabərdir. Mənfi 1 üstü k. Aksinus 2-də 1, yəni bu alır 30 dərəcədə. Üstə gəl pi k. Hər tərəfi 2-yə bölsək, onda doğru cavab mənfi 1 üstü k. Pi böl 12 üstə gəl pi k böl 2 olacaq. Bu da oldu tənliyimizin kökü.